Xoş gördük əziz dinləyicilər. Bilirsiniz bu sülh sazişi 28 il bəndli sülh sazişi ortaya çıxdıqdan sonra yenə o konspiroloqlar ortaya atırlar. Narahat olanlar da var. Əlbəttə ki, Azərbaycan xalqının içində də kifayət qədər siyasəti bilməyən insanlar narahatdır. Ukrayna satıldı, Ukrayna torpaqları verildi. Kimə verilir, kim satır? Əlbəttə bunlar ortada yoxdur, amma böyük bir ajiotaj var. Bu ajiotaj da Rusiyadan bir növ qaynaqlanır və bu gün Ukrayna xalqı həqiqətən də böyük bir imtahan verir. Amma əsas məsələ siyasi məsələ. Kimin udub, kimin uduzması məsələsinə bəzən mən dönəm-dönəm açıqlama vermişəm. Bu günlərdə açıqlamam bundan ibarətdir ki, müharibə nə üçün baş vermişdi və nə qazanıldı? Ukraynaya hücum, Rusiya onu denazifikasiya, demilitarizasiya eləyəcəkdi, Kiyevi tutacaqdı və bütün bunlar baş vermədi. Kiyevi tuta bilmədi. Biri 3 gün, biri 7 gün deyirdi. Xarkovu da itirdi, Xersonu da itirdi, Kiyevdən də çıxdı. NATO'ya Ukrayna girməsin deyə hücuma başlamışdı, amma NATO'ya iki böyük ölkə Finlandiyada, İsveç də daxil oldu və bugün nəhayət Ukraynanı da tuta bilmədi. 2014-cü ildə tutduğu ərazi 18%-dir. 4 il müharibə getdikdən sonra bu 18%-dir ərazi 19% olub. Yəni 1% olub və 1 milyondan çox itki verib və bu günləri Rusiya həqiqətən böyük qlobal güc, imperiya gücünü də itirib. Siri 2 quracaqdı, amma Siri 2 də daşa dəydi və öz təsir imkanlarını Suriyada da, Afrikada da, Qafqazda da, Orta Asiyada da itirdi və bugün Çinin əsirinə çevrilib. Ukraynanın ona vurduğu zərbə nəticəsində Çinin əsrinə çevrilib. Çin onun artıq Sibir hissəsinin böyük bir hissəsini alır və bugün Trump'ın da ortaya çıxıb bu formatda bir sülh müqaviləsi ortaya qoymasının əslində əsas səbəbi Çinə qarşı vuruşmaqdır və Rusiyanı özünün arxa bağçası etməkdir. Və Rusiyanı Kiyevin əlindən almaqla, Zelenskinin əlindən almaqla onun simasını qorumaq və onu öz bazası kimi istifadə etmək, onun sərvətlərindən istifadə etmək və Çinə qarşı vuruşmaq. Artıq Rusiya Trump üçün, Amerika üçün bir güc deyil, bir qlobal güc deyil. Məsələ bundan ibarətdir və bugünkü bu şərtlərlə belə əgər sülh bağlanarsa, yenə də Ukrayna heç nə itirmir. Ukrayna zaten de facto itirdiyi torpaqlar da de facto Rusiyada qalır. Eynən Azərbaycanın başına gələn hadisə kimi. Amma bütün bu məsələlər açıq qalır. Heç kəs sülh sazişinə getmir. Çünki sülh sazişinə Zelenski yox, Elxan da olsa gedə bilməz. Çünki bu konstitusiya dəyişikliyi etmək istəyir. Ona görə də mənim əzizlərim, bütün yekuna baxdıqda kim itirir, kim qazanır məsələsində əlbəttə ki, Ukrayna qazandı. Rusiya istədiyinə çata bilmədi. 1 milyon yarım itki verməklə, 1 milyon 100 min itki verməklə cəmi 1% torpaq tutdu. Amma özü isə zəiflədi, iqtisadiyyatı batdı. Dediyim kimi Suriyadan da, Orta Asiyadan da, Qafqazdan da müəyyən mənada çıxmış oldu. Əsas məsələ budur. Amma Trump'ın atdığı bu addımlarda əlbəttə Trump yenə də burada bir şoudur. Trump'ın ki ancaq pul qazanmaqdır. Amma Trump'ın əlbəttə daxili vəziyyətlə çoxdur. Epstein'in yayıldığı bu sənədləri, Epstein'in yayılan bu sənədlərində Putinin əlində hansı kompromatlar var, biz bunu bilmirik. Hansı kompromatlarla Trump'ı buna məcbur edir, biz bunu bilmirik. Amma bu siyasi anlamda da buna açıqlamaq da biraz doğru olmaz. Və yaxud da bəzən komplo teoriyalar var içərimizdə ki, Trump Putinin, mən nə bilim, KGB-nin agentinin nə idi? Əlbəttə mən bunları demək istəmirəm. Bugün Trump'ın apardığı müsbət siyasət də var əlbəttə. Amma bütün bunlar da onu göstərir ki, Putinin əlində nələr var və yaxud da nələrlə razılaşıb Trumpa nə verməyə boyun alıb, əlbəttə bunlar hamısı da təsir edir bu müharibəyə. Bu müharibənin son yekunu isə əlbəttə Ukrayna xalqı verəcək. Ukrayna bu şərtlərə razılaşacaqmı? Avropa bu şərtlərə razılaşacaqmı? Yenə deyirəm, razılaşsa belə yenə də Rusiya öz məqamına, Rusiya öz istəyinə çata bilmir və onun SSR-2 layihəsi puça dönmüş olur. Amma könül istərdi, Azərbaycan xalqı istərdi ki, Rusiya darmadağın olsun və Putin ölsün. Putinin ölümü və Rusiyanın parçalanması Azərbaycan xalqı üçün də, Orta Asiya üçün də və bütün Turan elini sevənlər üçün də, demokratiyanı sevənlər üçün də, insan haqlarını sevənlər üçün də bu daha doğru variantıdır. Bu günləri Trump'ın apardığı siyasət Putinin simasını qorumaqdır və onu son məhv olmaqdan əslində xilas etməkdir. Əlbəttə bizim maraqlarımız bunu bu formada istəməzdi. Amma yenə deyirəm, Ukrayna üçün
heç nə bitməyib. Ukrayna xalqı bu mənada belə, bu şərtlərlə belə qalibdir. Çünki o növbəti Avropa İttifaqının bir hissəsinə çevriləcək və inkişaf edəcək. Təşəkkür edirəm diqqətinizə görə.